şeyler fikir vermək lazımdır. Salam aleykum. Bugünkü qonağımız Vüqar müəllimdir. Gəlib bizim şəhərimizi, həmçində kofemizi ziyarət eləməyə, içməyə, dadına baxmağa. Xoş gəlibsən. Allah xoş oldu bizə də həmçinin. Gəldik qardaşımızı ziyarət etməyə, Ağalı müəllim. Allah üçün sevdiyimiz qardaşlardan biridir. Allah da sizi sevsin. Ümumiyyətlə, mən elə bütün qardaşlara tövsiyəm odur ki, həmişə birimizi ziyarət eləsinlər, hal əhval tutsunlar, maraqlansınlar. Yəni, şəriətin buyurduğu, dinimiz buna təşviq edir. Və biz də Peyğəmbər sallallahu əleyhi və səlləmin bir hədisini özümüzə bir bayraq götürüb gəlmişik bura. Hədis çox gözəl hədisdir. Hədisdə Allah Rəsulü buyurur ki, bir kişi olur, bir kəndə qardaşı ziyarətə gedir. Allah Teala qarşısına bir mələk çıxardır insan zillində. Və mələk deyir ki, hara gedirsən? Deyir ki, mənim filan kənddə bir qardaşım var, onun ziyarətinə gedirəm. Deyir ki, sənin nə sonra verəcəyim və onun nə sənə verəcəyi var ki, ona görə mi gedirsən? Deyir, yox, mən sadəcə olaraq qardaşımı Allah üçün çox sevirəm. O mələk deyir ki, Allah üçün sevdiyinə görə Allah da deyir, səni sevdi. Və biz də Allahdan dua edib istəyirik ki, Allah Teala bizə həqiqətən bir-birini sevən qardaşlarını eləsin ki, Allahın məhəbbətini qazana bilə. Yəni, hər kəs kimi dirilsə deyir ki, mən Allahın sevgisinin məhəbbətini qazanmaq istəyirəm. Bilirəm, vallahi, bax, o sevgini, Allahın o məhəbbətini qazanmağın yollarından biri öz müsəlman qardaşını, öz dostluğu Allah üçün sevməyindir. Nə qədər çox sevəcəksən, bir o qədər Allah səni daha çox sevəcək. Və hədisdə də gəldi, iki dostdan, iki qardaşdan kim daha çox sevirsə, Allah da onu daha çox sevir. Öyle burada biz alemə yarışmalıyıq. Sən məni daha çox sevsən, Allah səni daha çox sevər. Biz də yeri gəlmişkən bir hədisi həmişə rəhbər tutub sizi və sizi kimi qonaqları, əzizlərimizi qəbul edirik. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah'a və axirət gününə inanırsa, qoy qonağına ikram eləsin. Allah razı olsun. Bizlər həm də sizi özümüzə əslində bir qonaq deyilik, yəni ki, biz qardaşıq, həm də bir-birimizi ziyarət edirik. Amma ümumən termin olaraq belə səslənir də, yəni ki, qonaq, müsafir və s. Həqiqətən çox sevindik sizin kimi qardaşlar və vallahi ki, bu Allahın neymətidir ki, yəni əgər bizi durub hansısa qıraq kənddən, şəhərdən, rayondan hansısa bir qardaşımız sayır və Allah üçün, Allah rızası üçün gəlir, bizi ziyarət edirsə, bu eyni zamanda Allahın razı salmış olur və həmçində bizi də sevindirmiş olur ki, biz sevinirik ki, bizim belə qardaşlarımız var ki, o boyda özünə əziyyət verir, gəlir bizi ziyarət edir və Allah sizdən və bütün gələn qardaşlarımızdan razı olsun. Allah razı olsun. Ağalı müəllimi həmçinin Kamal qardaşım da Allah razı olsun. Yəni, biz olan xidmətindən həqiqətən çox razıyıq. Allah da sizdən razı olsun. Bundan qabaq oturmuşduq, əlhəmdülillah, orada başqa söhbətlər var idi. Ərəb qəhvəsi olsa, indi yenə yemək yedik, Allah razı olsun, yenə qardaşlar ikram edərlər. Yenə qayıtı gəldik çay içməyə. Dedik, belə bir şey çəkək, qoy, hamı üçün faydalı olsun. Yəni, belə deyək, bu həm bir təşviqatdır. Yəni, müsəlmanların bir-birini sevməsi, müsəlmanların bir-birinə hörmət eləməsi, bir-birinə dəyər verməsi. Yəni, vallahi, İslam dininin ayaq üstə qalmağının ən böyük səbəblərindən biri müsəlmanların bir-birini sevməsidir. İndiki vaxtda görürsən, ixtilaflar çox, çaxnaşmalar çox, parçalanmalar çox. Görürsən ki, xeyir bərəkət də az olur. Niyə? İxtilafda səncə xeyir bərəkət olarmı? Yox. Amma müsəlmanlar bir-birlərini sevəndə, bir-birinə dəyər verəndə, bir-birinə güzəştə gedəndə bu çox mühümdür. Bugün niyə küslüklər çoxdur, ağam mənim? Söz-söhbət olur küsürlər. Küslü olan yerdə xeyir bərəkət olar mı? Əlbəttə olmayacaq. Qəlblər parçalandısa, sən orada bir xeyirdən danışmayın. Amma qəlblər bir olanda, bir-birlərini sevəndə Allahın xeyri də gəlir, bərəkəti də və yardımı da gəlir. Allah sizdən razı olsun, Allah sizə bərəkət versin. Allah üçün bizə xidmət elədiniz, sağ olun. Biz də sizi sevirik, ona görə gəldik. Elə oturmuşuq qardaşlarla ki, bəlkə gedək Ağalı müəllimi ziyarət eləyək, dün elə onu danışırdıq. Əlhəmdülillah, qardaşa da ki, nə gözəl, böyük məmnuniyyətlə zəng elədik, müəllimə dedik gəlib, ona sizdən razı olsun. Sizdən razı olsun. Çox mübarək, Allah razı olsun. Mübarək Allah. Aleykümselam. Elə bu arada onu deyək ki, Kofelin doğrudan gözəl məkandır, həqiqətən. Ərəb qəhvəsi, çayı, şirniyyatları, bundan qabaq da bəzi şirniyyatların adına baxdıq indi. Təşvik eləmək, amma çox gözəldir. Mən hər kəsi dəvət edirəm bura. Bax, gəlsinlər burada. Sakit bir yerdir, çox gözəl bir yer, səliqə, səhman, rahatçılıqdır, gəlib dincəlirsən. Yarım saat, bir saat oturmağın sənin nə deyəsən dəyər. Elə qardaşımız da gəlib, Məkkədən də qardaşımız gəlib, Ağalı müəllimi ziyarətdə, dostu, yoldaşıdır. Allah hər birinizə razı olsun. olsun. Hər birimiz üçün. Allah razı olsun. Allah hər birinizə bərəkət versin.